I hit a wall. I never felt so low, so low. Like a waterfall, my tears dropped to the floor. The floor, they left a swimming pool of salted crimes, crimes. So, what could I do to change your mind? Nothing. I'm raising for the pain I am letting go. I'm using all my strength to get out of this hole. I hit a wall. I thought that I would hide myself. Oh, I was sure it words will leave me unconscious. And on the floor, I'll be lying cold, lifeless. But I hit a wall. I hit a wall. Watch them fall. You're just another Şimdi kız brick sesi and çıkarttı. I'm a sledgehammer. Yeah, I hit a wall. I prayed that I would make it through, make it through. I can't survive a life that's without you, yeah. And I will rise up from the ashes now, the ashes now. All those butterflies was just the crumbs of loving spilled, yeah. I hit a wall. I thought that I would hide myself. Oh, I was sure it words will leave me unconscious. And on the floor, I'll be lying cold, lifeless. But I hit a wall. I hit a wall. Watch them fall. Dans müğennidir. Ha. I hit a wall. You're just another brick and I'm a sledgehammer. You're just another brick and I'm a sledgehammer. Kamilə, Aycan. necədir bizim şirin yad planetlimiz? Sizinkilərdən Əsl elə deyil. özümüzünkilərdəndir. Bəli. Əsl belə cana yaxın, şirin, istiqanlı, soyuq yerlərdən gəlməyinə baxmayaraq, mən elə gəlir ki, Hardan artıq gəlməyinə baxmayaraq? soyuqdan. Hardan bilirsiniz ki, orada soyuqdur? Bilirəm də, Hə, mən sizin gedib oradayam gəldiyiniz axı, var axı. əlbəttə. Kosmos soğudu axı ayağa. Kosmos soğudu. Oradan gəlir. O baxır Mən günəş olmamışam. tərəfə yoxsa Baxır günəş günəş tərəfə. Siz hamınız bir iki dəfə geyib gəlmişsiniz, ulduzlarsınız. Amma valla mən getməmişəm oralara. Yoranın isti yeri də var, soyuq Sən nereye nəsə deyərəm. getməsən yaxşıdır. Ağa mən sənə görə Buralarda. Səni heç narahatam. kim gözləmir orada. Sənə görə narahatam ayağa. Deyəsən ağa səni aparacaq. Özü ilə mən səni gedəcəm. aparır. O sevgi baxışı deyil ha. O elə bir səni yemək istəyir. Əladır, Ehtiyatlı ol. çox şirindir, çox şirindir. Neyinir bu? Onlar sevgilərini elə nümayiş Üşüyür, elətdirirlər. üşüyür. Başa Davam düşmürsən. O neydi? Yo, yanağından buysa götürdü də. Siz də yozmayın dərhal. Mən istəyərdim Kamilə xanım sizə davam edəyək. Ağa, mən elə gəlir ki, mən birazdan danışaram. Hamının ürəyi doğrulub. Buyur əzizim. Buyurun, Coşqun bəy. Buyur, danış, xahiş. Halallığın verdisə danışaq da. Buyurun. Çox gözəl. Bunu söndürün də. Pultu hardadır bunun? Hə, çox gözəl, peşəkar bir müğənnidir. İfası da çox gözəl oldu. Yəni geyiminə söz ola bilməz. Yad planet deyəndə ki, bu qonşuluqdan gələnə oxşuyur. Bu yad planetə oxşamır. Nə O danışırsan? hardasa qonşuluqda yaşayandır. Gəlib sadəcə burada məskunləşib. Kim? Coşkun Bey kim? Qonşuluq Harda deyəndə ki, var? yəni Razıyam, hardan? razıyam. Harda var sizdə? Hardan qonşuluq? Professor nə deyirsə düz deyir, razıyam. Mənə nə? Manana. Manana.
Bu bir variantdır ya, mən demirəm. Başa düşdü, başa düşdü. Aydın məsələdir. Yəni Nigar çox xanım, xırdadır, çox incə barmaqlarına baxıram. Körpə uşaq da elə bilirsən. Nigar sizə davam edək. Deyə bilərəm ki, ən şirin nömrələrdən biridir. Bu bir. İkincisi, yad planetdən olsa da, yəni biraz qurbağa oxşayır. Sən bilmirdin, qurbağalar da yad planetlidir. Böyle. Hə, siz görmüsünüz axı yad planetləri. Ona görə bunu qurbağa yox çatdınız. Yad Aydın. planetdən. Getdi, bax getdi. Bu həm müğənnidə ola bilər, həm də aparıcı ola bilər. Mən bilirəm ki, bizim aparıcılardan birinin ən belə qəşəng belə səsi var. Leyla Quliyevada var səs, gözəl bir səs. O da incədir. Leyla Quliyeva, razıyam Hə, sizinlə. mən, yəni o da ola bilər. Siz fikir verdinizsə, yad planetli sizə mesaj ötürdü ha buradan. Neynədir? Göstərdi ki, Ha, planeti qoruyun. bəli, planetinizi qoruyun. Yer kürəsini Hansı qoruyun. planetdən gəlir? Özdə xüsusi olaraq ona eyham verilir. Hə, yox. COP29-u deyəsən yaxşı-yaxşı izləyib. Murad, sizinlə davam edək. Sizin nə düşüncələriniz var? Tembr olaraq Aysel'i çox hiss elədim mən bu maskanın arxasında. Utanma. Yox, Aysel. Hansı Aysel'dən söhbət gedir? Məmmədova Aysel'dən gedir söhbət. Hansı ki, Aysel ləqəbi ilə çox məşhurdur. Demə mənə gedirəm. Belə bir mahnısı vardı. Yox, demə mənə sevirəm. Bax, getdi, əldən getdi. Kamilə, siz tərəfdə bu deyəsən adətdir gedib gəlmələr. Əlbəttə, ən normal halda, amma sən də deyəsən əməlli başda artıq bu havaya düşürsən ha. Ağa, amma- Sənin saqqızını oğruyub. Burada bir məqam Buradan var. belə görsənir. İpucular arasında bizə deyildi ki, ulduzları görə gəlirəm. Bilirsiniz, Aysel solo karyeraya başlamadan öncə bir çox sənətçilər üçün bəstəkar və aranjmançı kimi əməkdaşlıqları olubdu. Ona görə də ulduzları görə gəlirəm cümləsini biraz buna bağlayıram. Bir də mən hamı kimi deyiləm. Azərbaycan şou biznesinin, belə deyək də, əsas simaları, əsas tərzi, üslubu, nə bilim, PR üslubları da bura daxildir, musiqi üslubları da bura daxildir. Biraz Aysel'in tərzinə yaddır, ziddir. Öz xətti, öz yolu var. Sanki aydan gəlib Aysel. Amma elə bir- Məmmədova. Baxın, ipucuları necə diqqətlə dinləyib, izləyib və Tembrlə nəticə oxşayır. çıxardıb. Murad Arif, alqışlayaq, çox rica edirəm. Və davam edirik. Faiq Ağayev. Bir mənalı olaraq, bax bu şirin, bu gözəl yad planetli xanımdır. Plastikasına görə, səsinə görə, bədən dilinə görə xanımdır və mən professorla, Coşqun bəylə razıyam. Nəyə görə həm də bir səbəb var. İpucunda söylədi ki, hamı kimi deyiləm. Amma Manananın hamımız tanıdığı bir mahnı var ki, sən hamı kimi deyilsən, aydan yerə mi gəlmirsən? Mənə elə gəlir ki, Manana Caparitzidir bu. Hoppa, çox maraqlı bir versiya. Bütün detektivlər danışdı. İndi isə Maska özü danışacaq. O özü haqqında 2 məlumat deyəcək. Auditoriya, siz də detektivlərə kömək edin. Alqışlarınızla hansı məlumat sizin fikrinizcə doğrudur, hansı yanlışdır, bunu siz də kömək edəcəksiniz detektivlərimizə. Odur ki, yad planetli özü haqqında 2 məlumat verəcək. Biri doğru, biri yanlışdır. Beləliklə, birinci məlumat. Kostyumlarımı özüm tikirəm. Səmra. Kostyumlarımı özüm tikirəm dedi. Səmra ola bilər. Və ikinci məlumat. Ailə üzvlərimdən biri Avropa çempionudur. Ailə üzvlərindən biri Avropa çempionudur. İndi gəlin, hansı doğrudur, hansı yanlışdır? Auditoriya, siz bir balaca detektivlərimizə kömək edin. O dedi ki, Avropa çempionu olan ailə üzvüm var. O dedi ki, kostyumları özüm tikirəm.
Avropa çempionu ailə üzvün var. Versiyasına auditoriya daha çox dəstəklədi. Maraqlıdır bu... Nigarın versiyası var. Diqqət Nigara. Məlumatlar Buyur, hardasa Nigar. sizdə hansısa bir fikir oyatdı mı? Buyurun Maraqlı Faiq bir bəy. versiyası var. Nigar xanımın çox gözəl versiyası var. Gəlin dinləyək. Əslində özünə kostyum kim tikir bizdə? Tikir Elza, yox, Elza yox. Hacı Nuran. Hacı Nurandır bizdə tikən. Kim? Yox, əslində Elza da tikir. O başqa şey tikir. Amma Hacı ki- Nuran dediniz. Hacı Nuran öz paltarlarını tikir. Nigar, siz kimi dediniz? Əslində paltarı kim özün üçün tikir? Yəni Hacı Nuran da. Hacı Nuran. Hə, amma bu xanımdır, yəni Hacı Nuran deyil. Ümid edirəm xanımda, bəyətdən qucaqlaşırıq. Beləliklə Murad, Valla siz yad planetləri pis tanıyırsınız. Orada xanım kişi məsələləri biraz çox qəlizdir. Murad siz hardan bilirsiniz? Mən Kamilə ilə yol yoldaşı olmuşam. Biz bir yerə gedirik buradan çıxanda bir istiqamətdə. Kamilə ilə bir Oralara. yerdə bilet alırlar ki, 2 nəfərə bilet daha ucuzdur. Da başa düşürsən ona görə. Bax, Ekonom klassla Gələn dəfə gedirlər. hamımız Ağa, gəlir. mən əslində və burada Nigar Allah şahididir. 3 nəfərin adını yazmışam. Aysel, Samra, Dihaj. Və bu 3 versiya ilə sizi çox... Mənə deyirlər ki, Murad, sən çoxlu versiya deyirsən və biraz Əladır. yorucudur. Ona görə bir də Ayselin üzərine Deyirlər dayandım. çoxlu... Çoxluq yaxşı şey deyil. Amma baxın, Səmranın da bildiyimə görə səhnə geyimlərinə bilavasitə özü müdaxilə edir. Anası ilə bir yerdə düşünürlər. Ona görə Səmra da ola bilər, amma mən hələ ki Ayseldə dayanacağam. Aysel. Mənim həmkarlarıma sualım var, əzlərim. Durdun, kimdir bizdəki qohumları, ailə üzvləri arasında Avropa çempionu olsun? Varmı eləsi? Mənim ağlıma heç kim gəlmir bu Mənim də dəqiqə. ağlıma Amma Heç car kim çəkərdi. gəlmir. Belə biri olsaydı car çəkərdi. Fəxrlə şəklini paylaşardı ki, əmim oğlunun ad günüdür. Avropa çempionu. Bilərdi. 115 Gözdən İkinci daş- variant Bəli. Onda belə çıxır ki, Geyimlərimi özüm tikirəm. Geyimlərini özü Tikir. tikir. Geyimlərimi özüm tikirəm. Amma bütün xanım Ruhəngiz bu sənətçilər özlərini- Ruhəngiz Allah verdi ya var. Deyirəm ki, əcəb əla deyə maska şou. Bütün şou biznesdə nə qədər söhbətlər var, hamısı buradadır. Bütün hamısı müzakirə olunur. Biz də gözəl-gözəl dinləyirik. Bu yerdə mən istəyərdim ki, son versiyalarınızı, təxminlərinizi söyləyəsiniz. Coşqun, sizdən başlayaq. Mən elə birinci versiyamda qalıram. Manana. Manana dedi. Kamilə xanım, Samirə Əfəndi gəldi ağlıma. Samir əfəndi. Maraqlıdır. Amma o deyil. O mənə belə Maraqlıdır. işarə göstərməzdi və yaxud da ki, Mehin də gəlir ağlıma, bilmirəm. Coşqun bəy, o sizin işarədir bu nədirsə? Bəli. Faiq bəy, buyurun, sizin fikriniz, təxmininiz. Ad. Mən nədənsə, bax, Coşqun bəyin bu versiyasına inanıram və mən də Manana deyəcəm. Manana, Bəli. Nigar Camal, Leyla Quliyeva. Leyla Quliyeva, Murad Arif, Aysel. Aysel. Maraqlıdır. Dərin təşəkkürlər, minnətdarıq. Biz yormayaq istəmirəm gedəsən, amma biz səni hələlik ki buraxırıq. Birazdan yenə görüşəcəyik. Yad planetli maskada! Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Yad planetli maskası arxasında kimdir?